Hər kəsə salamlar. Deməli belə, mövzumuz budur. Nə üçün? Bugün gənc yaşına qədəm qoymuş şəxslər ailədən ayrı, müstəqil şəkildə yaşamaq qərarı verə bilmirlər. Hətta bu sözü dillərinə gətirdikləri təqdirdə ailələrlə qalmaqal yaşanıla bilir. Valideyn-övlad arasında problemlər yaranır və münasibətlər pozula bilir. Səbəb nədir? Niyə valideyn övladını müstəqil buraxmaq istəmir? Bunun kök səbəbini biraz araşdırdım və çox dərinlərə getdik, çıxdıq, uzaqlara. Səbəb var və ayrıca olaraq bu yaxınlarda rastlaşdım sosial şəbəkədə bir də baskı olundu. Mövlana xanımın toyu oldu, Alim Qasımovun nəvəsi. Təbrik edirəm bu arada, Allah xoşbəxt eləsin. Və məsələ nə idi? Mən bunları uzlaşdırdım. Bizim cəmiyyətdə azadlıq, sərbəstlik sözünə qarşı biraz qıcıq var, agresiya var. Azad ruhlu insanları, özünü sözünü azad şəkildə ifadə edənləri və yaxud azad yaşamaq, sərbəst yaşamağı çox belə qəribə qarşılayırlar. Sərbəst yaşamaq istəyirsən hətta. Yəni, həmən dəqiqə çox əlaqəsiz olan bir məsələyə yapışdırırlar, əxlaq məsələsinə. Halbuki heç bir-birinə aidiyyatı yoxdur bu məsələlərin. Və biraz da təhlil edəndə mən başa düşdüm ki, bir cəmiyyət mənəvi cəhətdən kasad olanda həmən dəqiqə istənilən məsələni əxlaqa yapışdırır. Yəni, hər hansısa sual verilib, xanım da özünə məxsus şəkildə azad ruhlu xanım olduğu bəllidir. Belə deyək də, insanlar qərar veriblər evliliyə, bəyə xoşdur qadının idarəçiliyi, bəyə xoşdur qadının tələbi, sizi nə narahat eləyir? Var səbəb. Nə? Şüuraltı məsələ ortaya çıxır. Çünki şüuraltı müqayisə edir ani olaraq. Yəni, belə fikir bildirənlər ən çox baxdıqsa, gəlin biraz ağır olmalıdır, gəlin belə olmalıdır, gəlin elə olmalıdır, bəy belə. Yəni, keçmişlə müqayisə edirlər çünki özləri azad şəkildə qərarlar verə bilməyiblər, öz istəklərini bu şəkildə ifadə edə bilməyiblər. Bəzi insanlar təbii ki, ələlxüsusda qadınlar idi fikir bildirənlər. Və ona görə müqayisə edərkən artıq onlarda qıcıq yaranır qarşı tərəfə qarşı. Keçmişlərdə böyüklər qərar verirdi evliliklərə, çünki sərmayənin çox hissəsini, demək olar hamısını böyüklər qarşılayırdı. Peşə seçimində, iş düzəlməsində, ayrı yaşayacaqsan, yoxsa cüt yaşayacaqsan bizimlə, hamısını demək olar böyüklər qərar verirdi. Və hətta belə bir söz var idi, bəlkə indi də davam edir. Nə vaxt gəlib mənim yaşıma çatarsan, o vaxt özünü sərbəst hiss eləyərsən. Şüarı. Sanki sərbəstliyi, müstəqil olmağı, azad fikri səsləndirməyi də belə sıxışdırıb bir yaş çərçivəsinə salıblar və o tərəfdən baxış etdiklərinə görə o çərçivədən qəbullana bilmirlər. Bugün gənclər öz ayaqları üzərində durmağa cəhd edirlər. Cütlüklər var ki, toyun xərclərini tam şəkildə özləri qarşılayırlar və toy dediyimiz nədir? Bəy və gəlinin xüsusi günüdür ki, onlar qərar verirlər. Mənim toyumda kim iştirak edəcək, kim etməyəcək? Mən kimlə yaşayacağam? Cüt yaşayacağam, qaynanamla, qaynatamla, yoxsa ayrı yaşayacağam? Və niyə cəmiyyətin azad ruhlu, azad sözlü insanlara aqressiyası var? Niyə bunu əxlaqa yapışdırırlar? Gəlin buna biraz dərin baxış edək, başlayaq. Qanunda göstərildiyi kimi 18 yaşına qədəm qoymuş hər bir fərd artıq tam hüquqa sahib, müstəqil bir vətəndaş hesab olunur. Yəni, orta məktəbi bitirən bir bəy, əgər ali məktəbə qəbul olmayıbsa, nə baş verir? Bəli, əskərliyə gedir və artıq həyatın ilk sınağını başlayır, çətinliyini öyrəşməyə. Və yaxud da 18 yaşındakı gənclər evlilik qərarı da verə bilirlər, necə ki, artıq əmək müqaviləsi ilə bağlı həm də işə düzəlib pul qazana bilirlər. Yəni, artıq həyata atılırlar, müstəqil həyata. Və bu nə deməkdir? O deməkdir ki, artıq ailə quran bu yaşda kəs şəxsi qərar verməyə qadirdir, çətin qərarlar verməyə, müstəqil yaşamağa qadirdir, özündən bir parça dünyaya gətirib yetişdirməyə, şəxsiyyət etməyə qadirdir. Və nəyə görə gənc yaşındakı insan mütləq şəkildə müstəqil yaşamalıdır?
Buna deyilir sosial-psixoloji keçid mərhələsi. Yəni, ailəyə olan asılılıq dəyişməlidir. Daxili intizam formalaşır, məsuliyyət, qərar vermək, özünü hissə-hissə belə deyək də, hər bir tərəfdən tanımaq, öz kimliyini tanımaq, yeni kimlik yaratmaq və ailə ilə nə qədər ki yaşayır insan, özünə dəyəri, özünə baxışı, gələcək planları, hədəfi, işi, peşəsi, hətta arzuları belə məhz ailənin içindəkilərinin baxışı ilə baş verir. Amma müstəqil olduğu şəkildə isə artıq bu qopur və necə ki 18 yaşına qədər ailə formalaşdırır. 18 yaşından sonra artıq hər bir şəxs özünü formalaşdırmalıdır. Müstəqil şəkildə isə artıq onun gələcəyə baxışı, arzuları, istəkləri, kimliyi artıq özündə formalaşır və hissə-hissə, mərhələ-mərhələ özünü tanımağa başlayır. Nəyə görə valideynlər çox halda qorxurlar? Təbii ki, burada məsələlər var. Təsirə düşmə çevrənin, pis vərdişlərə qurşanma məsələlərini misal çəkə bilirlər. Ona görə də deyilir ki, 18 yaşına qədər övladınıza hazırlamalısınız. Tolerant ailələrdə belə bir problemlə rastlaşmaq mümkün deyil. Niyə? Çünki tolerant ailədə sağlam düşüncəyə sahib olan cütlüklər artıq uşağın tərbiyəsini bünövrədən çox sağlam şəkildə qururlar. Savadlı valideyn dediyimiz yalnız kitab oxuyub mütaliə eləmək deyil. Yəni sağlam şəkildə düşünməyi bacaran, doğru qərarlar verən, savadlı valideyn olmaq, yəni düzgün tərbiyə metodundan istifadə edir. Güvən yaradır, bir dostluq yaradır, gözə görünməyən otelləri yaradır və övlad 100%lik səviyyədə valideynə inanır, valideyn də o şəkildə. Və valideyn gənc yaşına gəlmiş, çatmış övladına artıq müstəqil buraxa da bilir. Kənardan o bilir ki, onun kiçik böyük səhvləri də olacaq. O başa düşür ki, həyat onu gözləyir. O başa düşür ki, o həyatından sığortalanmayıb, öz həyatına istənilən vaxt son verilə bilər və onun övladı artıq müstəqil şəkildə qərarlar verməlidir, yaşamağı bacarmalıdır. Sadəcə olaraq övladının ona ehtiyacı olduğu təqdirdə maddi mənəvi dəstəyi ilə müdaxilə edə bilər. Məsələn, insanlar Avropanı misal çəkməyi sevirlər. Orta məktəbi bitirirlər uşaqlar, valideyn qapını açır ki, geri çıx get, həyat səni gözləyir. Övladın hər hansısa bir çətin mərhələsi olursa, həmən vaxt qəbul edir öz ağuşuna, zaman verir, toparlan, amma yeri get, həyat səni gözləyir. Ömürlük boynuna götürmür. Bizim cəmiyyətdə valideynlər biraz bundan ehtiyat edirlər. Özlərində niyə? Səbəblər var. Tək qalmaq qorxusu. Çünki orta yaş və yaxud yaşlı mərhələyə gələndə özlərinin, yəni təqaüdə çıxdım, həyat bitdi artıq. Şəxsi inkişafları yoxdur. Məşğul olacaqları fərdi bir məşğuliyyətləri yoxdur. Fokuslanırlar ancaq başqasının həyatını idarə etməyə, yəni hakimiyyət iddiası. Hər şey mənim nəzarətimdə olmalıdır, mənim kontrolumda olmalıdır. Siz mənə aidsiniz, səni mən kişi eləmişəm və yaxud səni mən doğub böyütmüşəm, haqqımı sənə halal etmərəm kimi belə frazalar məşhurdur. Və vicdan baskısından vurmaq. Başa düşmürlər ki, yəni sən bu uşağı həyata gətirmirsən, onu gözləyir həyat, onun nəysə bir işi var, missiyası var, onu görməlidir. Amma bu cür vicdan baskıları sayəsində uşaqlar bir o qədər də inkişaf edə bilmir. Tolerant ailələrdə hətta bəzən olur ki, uşaqları buraxırlar xaricdə oxumağa. Uşaq o qədər bağlılığı var ki, məsələn, hətta oradakı sənətini buraxıb gəlmək istəyir ki, mən burada yaşaya bilmirəm. Deyirlər ki, biz istəyirik o sərbəst şəkildə artıq öz ayaqlarında dayansın. Yəni necə o cür əziyyət çəkib qəbul olub, amma bugün nə var, ailədən qopa bilmir, qayıdıb gəlmək istəyir, belə olmaz. Bu cür tolerant ailələr də var. Biraz da dərinə gedəndə başa düşdüm ki, bunun kökü bilirsiniz hardan gəlir. Yenə də gedir çıxır mentalitetə. Keçmişlərdə kişilər gedirdilər Rusiyada çoxu pul qazanmaq dalınca və nə qədər çox pul qazanırdı, burada valideynlər bir o qədər narahat olurdular. Və bir böyük geniş yayılmış yalan var idi. Anan ölür, yataqdadır və yaxud da atanın vəziyyəti pisdir, tez qayıt gəl. Vicdan baskısı, manipulyasiya, hakimiyyət ki, geri gəlsin və özləri istədikləri qızı alsınlar, amma
pulu gedib orada Rusa xərcləməsini. Yəni hakimiyyət iddiası.